Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə kama duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey değildi. Dünyada bütün səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. Qurban Şeytanbazar ucunda məktub yazan həmşəhərlisi Molla Fərzəlinin yanında oturmuş, soyuqdan əlləri, üzü bozarmış, bir əli ilə köhnə və yırtıq paltarının açıq yaxasını tutaraq, o biri əli ilə də ayaqlarına buz kimi yapışan yırtıq çustunun palçığını təmizləyə. Molla, mənə bir məktub yaz. Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. Vətəndən gəldiyim bir il olmaz, ancaq bununla sənə 5 məktub yazdıraram, dedi. Molla Fərzəli soyuqdan donmuş əllərini ovuşdurdu. Əsnəyə bir kağız parçasını dizi üstünə alaraq. Həmşəri, nə yazılacaq? Dedi. Qurban Molla Fərzəliyə biraz da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq. Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, dedi. Yaz ki, anaxanımın Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz qulaq olsun. Sonra yaz ki, mən də şükür Allaha sağ və salamatam. Qulamıza ilə sizə 15 manat göndərdim. Bayram qabağı yenə göndərəcəyəm, uşaqlar körluq çəkməsinlər, özüm də yazın axır ayında gələcəyəm. Molla Fərzəli qələmi mürəkkəbə batırıb yazmaq istədi. Mürəkkəb qatı olduğundan yazmadı. Molla ağzının suyundan bir damla mürəkkəbə damızdırıb qarışdırdıqdan sonra yazmağa başladı. Qurban döşü açıq arxalığının və köynəyinin arasından görünən soyuğun təsirindən dik-dik durmuş qıllarını arxalığının yaxalığı ilə örtüb, sümüklərinə qədər nüfuz edən soyuqdan yumaq kimi büzüşərək dedi. Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi 30 sajından aşağı enib, nə qədər yalvarırıq. Ay ağa! Haqqımızı biraz artırı aşağı getmək çox çətindir, neftin, qazın iyindən nəfəs tutulur, zalım oğlu razı olmur. Əvvəlki şərtimizlə qazacaqsınız, yoxsa haqqınızı verməyəcəyəmə deyir. Molla, burada pul qazanmaq çox çətindir. Sənin peşən yaxşıdır. Gündə 5-10 kağız, 4-5 dua yazsan bəsindir. Allah bərəkət versin. Daha nə istəyirsən? Molla Fərzəli qələmi qələmdana qoydu, divarın deşiyindən 2 barmağı arasında bir qədər torpaq alıb, məktubun üstünə tökərək quruda cavab verdi. Həmşəri, uzaqdan döyüş adama asan gəlir. Mənim sənətim bildiyin qədər də yüngül deyil. Qış, yaz küçə başında müştəri yolu gözləməkdən adamın gözlərinə qaranlıq çökür. Elə gün olur ki, bir nəfər də müştəri gəlmir. Qarnını ovuşdura qalırsan. Molla əbasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. Qurban Mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi ağzını açmış, diqqətlə onu dinləyirdi. Sonra üzündə, gözlərində sevinç qığılcımları uçuşaraq. Molla, Qulam Hüseynə də salam yaz, dedi. Yaz ki, mən gəlincə uşaqlardan göz qulaq olsun, yazsın görün bizim qızıl inək dururmu? Kor yabını satıb, ya yox. Bir də yaz ki, gələndə anaxanıma güllü dəsmal, Məmişə də qırmızı köynək gətirəcəyəm. Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydu və üzünü Qurbana tutub. Həmşəri, zərfin üzü kimin adına olacaq? Deyə soruşdu. Qurban əli ilə boynunu ovuşdura. Hə, Molla. Yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək. Molla zərfin üzünü yazıb Qurbana uzatdı. Qurban məktubu alıb sevincək 2 əli arasında diqqətlə baxdıqdan sonra qoynuna qoymaq istədi. Məktub əlindən yerə düşdü. Məktubu tez götürdü. O yan bu yanını təmizləyib yenidən qoynuna qoydu. 2 şahı Mollanın ovcuna sıxaraq, al, həmşəri. Bayram qabağı genə məktub yazdıracam, məndən sənə çox xeyir çatacaq, deyib qalxdı. Qurban əli ilə qoynundakı məktubu bərk tutaraq yeriyirdi.
O, indi həmşərisi Qulam Rzanın mənzilinə gedib, həm məktubu ona vermək, həm də dil cavabı bir-iki söz sifariş etmək istəyirdi. Yolda yeriyərkən düşünürdü. Əcəb bəxtəvər adamdır. İndi gedib balalarını görəcək, külfətindən elinə, obasına qovuşacaqdır. Oh, bir-iki ay sonra oralar nə gözəl olacaq. Çöllər, dağlar yamyaşıl olacaq, çiçəklər açacaq, ağaclar yarpaqlanacaq, ilk baharın elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb yuvalarını tikəcək, səhər və axşam şirin-şirin nəğmələrlə ruhları, ürəkləri oxşayacaqları. Hər yerdə əkin və bostan işləri başlanacaq, balıqçılar çaylardan və göllərdən balıq ovlayacaq. Ah, məni bu gözəlliklərə, ev yeşiyimə, uşaqlarıma həsrət qoyan kasıblıq. Bu kədərli düşüncə Qurbanın vücudunun hər sahəsinə sürətlə yayılaraq bütün bədənini titrətdi. Daxilində əzici bir sızıltı duydu. Qəlbi sanki bir an dayandı. Artıq dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. O, ayaqları altında xışıldayan qarın üzərinə birdən-birə üzü qoyulu düşdü, ölgün və üzgün halda başını qaldırdı. Qabağında izdihamı yarıb keçən arabaları, isti paltarlı, şən sifətli insanları, o qaynar həyat səhnəsini qəzəbli nəzərlərlə süzdü, bixtiyar soyuq dodaqlarından bütün izdirab və kədərlərinə tərcüman olan Əofə uçdu. Özünü doğruldaraq düşdüyü yerdən qalxdı. Tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. Bir az sonra Qulam Rzanın mənzilinə yetişdi. Qapı bağlı idi, məyus və dalğın halda geri döndü. Qarışqa kimi qaynaşan işçilər içində sərsəri kimi dolaşarkən həmşərisi Səfdəri gördü. Ona yaxınlaşaraq əhval soruşdu. Məlum oldu ki, Qulam Rza şəhərə getmişdir. Qurban Səfdərə yalvardı ki, Qulam Rza qaydanda mənim gəldiyimi ona de, tapşır ki, məni görməmiş getməsin. Amanatım da, dil cavabı sifarişim də var. Bunu deyib Qurban mənzilinə qayıtdı. Namərdlər, alçaqlar, nə qədər ki quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. Hər tərəfə dönsəm, onlar da o səmtə sürünürdülər. İndi ki quyu dərinləşib, mənə baş olmaq istəyirlər, hər gün mənə təzə bir ultimatum verirlər. Quyu dərinləşib, ölüm ayağı var, daha nə bilim nə deyə hər gün təzə şərt qoyurlar. Tfu, sizin kimi namərd adamlara. Sizə qırmanc lazımdır, qırmanc. Tanrıverdi və səfər çəkdikləri torpağı boşaldıb yenidən dolu quyuya buraxdıqdan sonra Tanrıverdi. Ay ağa, dedi, bilirsən ki, quyunun indi çətin vaxtıdır, əjdaha kimi ağzını açıb qurban istəyir. İnsaf da yaxşı şeydir. Axı. Səfər Tanrıverdinin sözünü kəsdi, göz işlədikcə sırayla düzülən neft buruqlarına əli ilə işarə eləyərək əlavə etdi. Bax, bu yerlərin hər köşəsinə ayaq bassan, hər ovuz torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən. Bu uca evlərdə, isti otaqlarda naz-nemət içində yaşayan. Hacı Qulu Səfərin sözünü kəsib, ayaqlarını yerə çırparaq bağıra-bağıra. Canınız çıxsın, dedi, pul qazanmaq asandır. Siz canınızdan keçirsiniz, biz də ətək-ətək pulumuzdan. Səfər. Səfər. Qurban ipi tərpədir. Səfər və Tanrıverdi tez quyunun ağzına yüyürdülər. Başlarını aşağı dikərək baxırkən quyu içində partlayan qazın gürültüsündən diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə. Allah özü bağışlasın. Qurban da belə getdi, deyə fəryad qopardılar. Hacı Qulu bir şey eşitmirmiş kimi qorxa-qorxa quyunun ağzına gəldi və ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. Birdən-birə gözlərində, üzündə daşqın bir sevinç qığılcımları, dodaqlarında məmnuniyyəti andıran bir təbəssüm olduğu halda uca səslə. Çeşmənin başı açıldı, yavaş-yavaş neft qaynayır, dedi. Tanrıverdi soyuq və laqeyd bir tövrlə. Hacı, Qurbanın meyiti quyuda qalacaq, deyə soruşdu. Bu sözdən Hacı Qulu şirin yuxudan oyanmış kimi oldu. Göz qapaqları iri-iri açıldı. Kisəsindən 2.25'lik çıxarıb. Kim bu işi görsə, bu 50 manat onundur, dedi. Tanrıverdi quyuya yaxınlaşdı və neftin qaynayıb qalxdığını görüncə. Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, dedi. Hacı 50 manatı onlara verib dedi. Bu 50 manat sizin olsun, bölüşün, ancaq bu işi ağzınızdan qaçırmayın. Səfər soruşdu. Ağa, bəs paltarı nə olacaq? Hacı əlini onun çiyninə qoyaraq yağlı bir dil ilə. Onu da buralarda bir yer qazıb bastırın, dedi.
Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. Məktubun üzərində bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək cümləsi yazılmışdı. Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək, yazıq Qurban məktub yetişmədi deyə inlədilər.